süni intellektin bizə verdiyi imkanlar, deməli, köməklik qədərdə onu həm də digər təhdid edici, əsaslandırılmayan faktlar da ola bilir. Ona görə həmin məlumatların süni intellekt üzərindən yayılması əlavə yoxlamağa, bu işə daha ciddi yanaşmağa ehtiyac yaradır. Dövlət qurumları artıq buna alışıblar. Jurnalist fake şübhəsi olan materialı necə yoxlamalıdır? Süni intellekt həqiqətən də həyatımızda əlavə dəyər yaratdı. Bu kosmik fəzadan sosial münasibətlərə qədər təsir yarada bilən bir məhsul oldu həyatımızda. Hər bir texnologiyanı istifadə etməkdə cəmiyyətdə yaranan kultura da çox önəmlidir. Bu gün əgər mənim yaratdığım məhsul mənim saytımdan deyil, hansısa ChatGPT-ni və digər belə deyək ki, o modellərin auditoriyasına onun platforması üzərindən çatdırılırsa, bu gün auditoriya məni yox, artıq o belə deyək ki, süni intellekt modellərini və platformalarını istəyir. Deməli, auditoriya hara yönəlir? Həmin o süni intellekt platformalarına yönəlir. Hər kəsə salam. Siz mediada innovativ təşəbbüslərə dəstək İctimai Birliyinin, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi süni intellektin media sektoruna təsirləri, fürsətlər və risklər layihəsi çərçivəsində süni intellektdən effektiv istifadə üzrə media redaksiyaları, şirkətlər və dövlətlərin məsuliyyəti mövzusunda video müsahibəyə baxırsınız. Qonaqlarımız İKT üzrə mütəxəssis Elvin Abbasov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli və media eksperti Müşfiq Ələsgərlidir. Xoş gəlmisiniz. Təşəkkür edirəm, sağ olun. İlk sualım Yadigar bəy sizədir. Azərbaycan mediasında, ümumiyyətlə informasiya mərkəzində, məkanında süni intellektin istifadəsi sizi qane edirmi? Deməli, sual çox əhatəlidir. Amma mən öz baxış bucağımdan cavab verməyə çalışaram. Süni intellekt yəni artıq bizim dünyada olduğu kimi, dünya mediasında olduğu kimi Azərbaycan mediasında öz yerini tapıb. Yəni artıq orada var. Demək, süni intellektin indi o tərəfi maraqlıdır ki, biz nə dərəcə bunun imkanlarını istifadə eləyirik. Bu bir neçə istiqamətli bölmək olar. Yəni dövlət qurumlarında bu bir deməli səviyyədir. Bir də var özəl qurumlar var, fərdlər var. Mənə elə gəlir ki, daha çox fiziki şəxslər süni intellektin imkanlarından daha çox istifadə edirlər. Hər halda görünən budur. Yəni bu sosial şəbəkələrdə onların fəallığı, onların bu sahədə müzakirələr onu deməyə əsas verir ki, ilkin olaraq, görünüş olaraq deməli fiziki şəxslər, tiktokerlər, nə bilim bu və digər sənət sahibləri, blogerlər daha çox bu süni intellektin imkanlarından, onun çeşidli imkanlarından istifadə edirlər. Amma dövlət qurumlarında bu məsələ biraz başqa cürdür. Bilirsiniz necə? Dövlət qurumlarında biraz rəsmiyyət var. Orada məlumatların yerləşdirilməsi, sonra onların əhatə dairəsi fərqli olduğuna görə dövlət qurumlarında buna biraz spektik yanaşırlar. Söhbət nədən gedir? Bu güclü bir silahdır. Süni intellekt. Onda deməli süni intellektin bizə verdiyi imkanlar, deməli köməklik qədərdə onu həm də digər təhrik edici, nə bilim təhdid edici, əsaslandırılmayan faktlar da ola bilir. Ona görə həmin məlumatların süni intellekt üzərindən yayılması əlavə yoxlamağa, bu işə daha ciddi yanaşmağa deməli şərait yaradır, ehtiyac yaradır. İlkin belə olaraq demək olar ki, dövlət qurumları artıq buna alışıblar. Dövlət qurumlarında süni intellektdən yararlanmaq, onun imkanlarından yararlanmaq, faydalanmaq artıq normaya çevrilibdir. Amma mənə elə gəlir ki, istənilən səviyyədə deyil. İstənilən səviyyə yalnız o vaxt ola bilər ki, biz bütün işimizi ona həvalə eləyə bilərik və o bizim üçün çalışar və sadəcə biz onu redaktə eləyib, yönləndirə bilib, müəyyən tərəflərini qabardıb, müəyyən tərəflərini və yaxud da ki, istifadə etmədən bu süni intellektin imkanlarını deməli yararlana bilərik. Bütövlükdə mənzərə belədir, amma mən yenə deyirəm, burada da dövlət qurumları deyəndə çox geniş anlamda, orada elə qurumlar var ki, bundan işini daha tez-tez istifadə edir, elələri var ki, az istifadə. Onun işlərin xüsusiyyətindən irəli gələn məsələlərdir. Nə qədər real görünür bəs bizim bütün işlərimizi süni intellektə həvalə eləməyimiz? Bilirsiniz, süni intellekt indi bəzən çox, yenə deyirəm, buna çox belə bir mənalı baxış yoxdur. Süni intellekt, yəni bu süni intellekt nədir? Süni intellekt məhsul yaratmır axı. Süni intellekt bizim hər birimizin, bütün ekspertlərin, bütün mütəxəssislərin yazdığı, sosial şəbəkədə, virtual aləmdə yaydığı məlumatları toplayıb,
onu bizim istəyimiz üzrə mövzunu bizə verir. Yəni bu bir tərəfdən operativ baxımdan çox yaxşıdır. Elə bil ki, biz normalda o mərkəzlərə girib o yerləri axtarınca, nə bilim o fikirləri elə mənbələrdən götürüncə çoxlu vaxt itiririk. Süni intellekt bunu çox qısa zamanda eləyir. Və elə bil ki, bir neçə 10 nəfərin elədiyi, gördüyü işi daha tez eləyə bilər, operativdir. Amma bunun mənfi tərəfi də ona ibarətdir ki, axı bu bəzən bizim bu virtual aləmə verdiyimiz, yaydığımız məlumatların çoxu doğru olmaya da bilir axı. Süni intellektin elə bir imkanları yoxdur ki, orada dezinformasiya ilə, saxta xəbərlə, doğru xəbərləri mənbəyə görə araşdırsın, versin. O ora müraciət eləyir, virtual aləmdə olan bütün məlumatları toplayır, çeşidli və bizə verir. Və bizim yenə də üzərimizə, yəni o məsuliyyət gəlir ki, biz insanların ortaya atdığı məlumatda, yəni biz insanlar yenidən yoxlanmalıyıq, mütəxəssis onu yoxlamalıdır. İndiki mərhələ belədir. Bəlkə süni intellektin sonraki mərhələsində daha o inkişaf eləyəcək, o zəki olacaq, daha ağıllı olacaq. O hər halda gələcək belə olacaq. Çox güman ki, belə də olacaq. Amma indi hər halda daha çox ehtiyatlı olmaq var. Ehtiyatlı olmaq lazımdır ki, bəzən yenə deyirəm, bir var fiziki şəxs bunu yayır, bir də var ki, dövlət qurumu adından belə bir məlumat gedir və məlumat da əgər doğru deyilsə, çox ciddi fəsadlar yaradır. Bunun bu çətinlikləri var. Elvin bəy, bəs siz necə düşünürsüz? Hər bir texnologiya müxtəlif mərhələlərdən keçdi və hər mərhələdə müxtəlif reaktiv nəticələrə məruz qaldı. Təbii ki, bir məhsulu yaratmaq o məhsula tələblə bağlıdır. Bir çox məhsullar son 10 illikdə yaranmağa çalışdı və o məhsulların çoxusu şar adlandı. Yəni suni şəkildə şişirdilər, amma ki, cəmiyyətdə öz əksini doğrultmadı və onlar uğursuz oldu. Amma süni intellekt çox sürətli inkişaf edən bir texnologiya oldu. Bunun da səbəbi odur ki, insanlarda bir dəyər yaradır, fayda yaradır. Həm ki, Aramın dediyi kimi, həm operativ baxımdan, məlumatların toplanması baxımdan çox faydalı, müsbət bir alətdir və hal-hazırda milyonluq, milyarlıq şirkətlər qurulur süni intellekt vasitəsilə, çox az bir neçə nəfərlə çox böyük şirkətlər yaradılır, məhsullar yaradılır, fikirlər yaradılır və bir məhsul o vaxt dəyərli olur ki, əlavə dəyər yaradır və süni intellekt həqiqətən də həyatımızda əlavə dəyər yaratdı. Bu kosmik fəzadan sosial münasibətlərə qədər təsir yarada bilən bir məhsul oldu həyatımızda ki, insanlar özü barədə hər hansı əlində bir yara çıxır, onun şəklini həmən süni intellektə atır, o haqda məlumat alır və ya ki, bilmədiyi bir elm haqqında onun başa düşəcəyi dildə, onun başa düşəcəyi formada məlumat ala bilir. Bu o deməkdir ki, bu bizə faydalı bir alətdir və süni intellekt həyatımıza gələndən bəri bir çox yeni sahələr açıldı və sənaye inqilablarından daha böyük bir effekt yaratdı dünyada. Bunlar hamısı müsbət tərəfdə, amma hər bir müsbət alətin, texnologiyanın həmçində mənfi tərəfləri var, amma bunların hər birisi dövrə görə, gəldiyi mərhələyə görə hesablanır. Bu bir neçə il sonra tam başqa bir müstəvidə olacaq, tam başqa bir anlayışda olacaq. Bugünkü fəsadlar olmayacaq, dövrün özünə aid məlumatlar olacaq. Hər bir texnologiyanı istifadə etməkdə cəmiyyətdə yaranan kultura da çox önəmlidir. Yəni biz sadəcə süni intellekt faydalıdır, biz onu faydalı mı istifadə edirik? Bax, bu artıq kultura mövzusudur. Misal üçün, TikTok Yaponiyada çox fərqli müstəvidə istifadə olunur. İnsanlar elmi məqalələr paylaşırlar, çox faydalı kontentlər emal olunur. Azərbaycanda baxanda TikTokun reputasiyası çox fərqlidir. TikTok da bir alətdir, sosial media alətidir, amma ki, Azərbaycandakı baxış bucağından biz baxırıq ki, Yaponiyadakı baxış bucağı eyni deyil. Burada ölkələrin insanların standartları, rifahları, onların ehtiyacları, onların kulturası o texnologiyanın o ölkədəki inkişafına çox böyük zəmin yaradır. Deməli, süni intellekt dedik ki, faydalı bir alətdir, amma süni intellekti biz faydalı istifadə edirikmi? Buna artıq baxmaq lazımdır. Azərbaycanda misal üçün dövlət qurumları həyəcan təbii ki, alırlar ki, bir dələduzluqda süni intellekt faktı çox artıbdır. Bizim yerli psixologiyaya uyğun insanların qəbul edə biləcəyi senaryolar hazırlanır və kütləvi şəkildə
kiberdələduzluğa məruz qalınır. Buna baxsaq Amerikada daha çoxdur əslində. Biz sadəcə özümüzü görürük. Yəni o texnologiyanın inkişaf etdiyi yerlərdə sinxron aldatma, tam təbii şəkildə insanlarla süni intellekt vasitəsilə olmayan bir şəxs ailə qohumu adına münasibət qurma və bunun kimi çox şeylər var. Yəni nəticə itibarilə süni intellektin hal-hazırda gəldiyi vəziyyət həm faydalı, həm də çox manipulativ işlərdə istifadə edə biləcəyimiz bir mənzərə yaradıb bizə. Biz seçim etməliyik. Azərbaycanda bax bu kulturanı formalaşdırmaqda dövlət qurumlarının səyi, faydası nə qədərdir? Bu mənim üçün əsas mövzulardan biridir ki, yeni bir kultura yaranır, amma bizdə startaplar çıxmır. Bizdə kiberdələduzluğa daha çox belə istifadə olunur və ya ki, bir çox məqam var ki, dövlət burada artıq aktiv rol oynamalı, qeyri-hökumət təşkilatları tərəfindən bu kulturanın yaranması istiqamətində kütləvi işlər aparılmalı. Dövlət bu istiqamətdə çox faydalı işlər aparır. Qanunvericiliyin tənzimlənməsi, müxtəlif qurumlarda süni intellekt üçün münbit zəmin yaradılması, yəni superkomputer dediyimiz anlayış, təbii ki, Azərbaycanda superkomputerə bənzər miqyaslana bilir. HPC komputerlər yaradılır, ekosistem oyanır artıq, şirkətlər faydalı məlumatlar yaradırlar, amma burada süni intellekt texnologiyalarında bir neçə mənzərə var. Deməli, high-techlər var, süni intellekti yaradanlar, böyük dil modelləri yaradanlar, şirkətlər var. Şirkətlər inkişaf etdirənlər, hansı ki, süni intellekt dil modellərinə qoşularaq hər hansı bir məhsul inkişaf etdirirlər. Həmçində istifadəçilər var, dövlət qurumlarıdır, vətəndaşlardır və digər özəl sektorlardır ki, ondan nələrsə istifadə edib bir şey yaradırlar. Burada bu kulturanın doğru formalaşması üçün qanuni çərçivə Azərbaycanda kifayət qədər inkişaf etdirilir. Ölkədə Rəqəmsal İnkişaf Şurası yaradılıbdır, bir çox qanun məcəllələri qəbul olunubdur, hətta ən son uşaqların sosial şəbəkədə davranışı ilə bağlı, qeydiyyatı ilə bağlı qanun məcəlləsi qəbul olunubdur və bunların hər birisində süni intellekt alətlərindən istifadə olunur. Bayaq da qeyd elədiniz, dələduzluqda süni intellektdən çox istifadə edirlər və artıq o həddə çatıb ki, artıq biz videoları real versiyasından ayıra bilmirik və bu da müəyyən problemlərə gətirib çıxarır, insanlar dəfələrlə aldadılır. Burada soruşmaq istəyirəm sizdən, deepfake texnologiyası informasiya təhlükəsizliyinə necə təsir edir və ya jurnalistika sahəsindən baxsaq, jurnalist deepfake şübhəsi olan materialı necə yoxlamalıdır? Süni intellektin hallyusinasiya və ya saxta mənbələrin yaradılmasında fəaliyyəti süni intellekt texnologiyasının yarandığı gündən artıq bu aktual bir mövzudur. Hər hansı bir deepfake məlumatı, ümumiyyətlə deepfake-in bir tarixçəsi var. Deepfake hardasa 15 il əvvəl bir filmin baş qəhrəmanlarından birinin ölməsi ilə ortaya çıxan, o filmi tamamlamaq üçün ortaya çıxan bir kiçik bir həll idi, texnologiya idi və bu texnologiya daha sonra çox tutuldu və siyasətçilərin adından, ölkə rəhbərləri adından ki, Azərbaycanda da bilinir, bir neçə il əvvəl cənab İlham Əliyevin adından istiqraz çağırışları olmuşdu ölkədə və daha sonra da bir çox dəfə həm ölkə prezidenti adından, həm cənab nazirlərin adından, həm vətəndaşlar adından deepfake texnologiyalarından istifadə edilərək, hətta tələbələrin, universitet tələbələri adından müxtəlif deepfake texnologiyaları yayılır. Deepfake dərin aldatma anlamına gəlir. Deepfake əvvəlcə alqoritmlərlə, yəni güclü bu jurnalistika, media sahəsində bilinir. Hər hansı bir montaj üçün güclü kompüterlərə ehtiyac var. Onun qrafik kartı güclü olmalıdır. Əvvəlcə deepfake-ə süni intellekt inteqrasiya olmadan əvvəl güclü kompüterlərdə yüzlərcə şəkildən istifadə edərək bir deepfake yaradılırdı. Yəni mən Kamal Sunalın filmlərindəki o epizodları alaraq bir alqoritm vasitəsilə özümü o formada lənsə edə bilirdim. Bu formada 5 il əvvəl, 6 il əvvəl də istifadə olunurdu deepfake. Amma hal-hazırda deepfake texnologiyası bütün internet istifadəçiləri üçün əlçatanlı bir platformaya girib, o platformada siz öz səsinizi yüklüyürsünüz,
öyrədirsiniz o platformaya, daha sonra istənilən mətni yazıb o səslə səsləndirə bilirsiniz və Müşfiq müəllimin səsini internetdən alıram, yükləyirəm o platformaya və o platformaya bir mətn yazaraq Müşfiq müəllimin adından bir səsləndirmə əldə edirəm. Həmçinin də onun görüntüsünü də orada yarada bilirəm. Mən Müşfiq müəllimin adından tamamilə real, heç bir dəyişiklik hiss olunmadan onun bir çıxışını mən yayımlaya bilirəm. Artıq bu çox manipulativ və eyni vaxtda çox təhlükəli bir nəticə əldə etmiş oldum mən və bunun kimi məsələlər artıq o qədər əlçatandır ki və deepfake texnologiyaları artıq güclü kompüterlərə ehtiyac olmadan, heç bir əlavə resursa ehtiyac olmadan, pul ödəməyə ehtiyac olmadan sadəcə süni intellekt platformalarında girib bir şəxsin adından görüntü, səs əldə edə bilirik. Və həmçinin də məlumat bu günləri biz mətbuata hər hansı bir suala münasibət bildirəndə mən baxıram ki, yoldaşlarım mənə atdığı sualların çoxsu süni intellekt vasitəsilə emal edilmiş suallardır. Və artıq belə bir kultura yarandı. İnsanlar xam fikri süni intellektə əlavə edirlər və oradan strukturlu bir məlumat əldə edirlər və onu sorğu olaraq göndərirlər. İstər media olsun və ya digər qurumlar olsun. Bu edilməlidirmi, edilməməlidirmi? Bu sual deyil, bu edilməlidir. İnsanlar vaxtlarına qənaət edirlər. Amma fikri formalaşdırmaq insana aid olmalıdır. Onu strukturlaşdırmaq üçün süni intellekti bir alət kimi istifadə edə bilərik. Biz süni intellekt olmadan da alətlər istifadə edirik. Alqoritmalar istifadə edirik, köməkçilərimiz olurdu bizim. Bizə yardım edirdilər və az öncə həmkarımın fikir bildirdi ki, o insanların bütün yazdıqları mətnləri alır, bir araya toplayır və oradan məlumat emal edir. Biz də elə edirik. Biz də elə öyrənirik. Biz də bizdən əvvəlkilərdən oxuyuruq, bilirik, onların məlumata özümüz, öz təxəllümüzlə ona münasibət bildiririk. Süni intellekt təbii intellektin bir kopyası ilə işləyir. Yəni eyni alqoritmlə işləyir. Süni intellekt bizdən alır, biz də kimlərdən saldıq, öyrəndik, bildik. Bu normal yanaşmadır. Buna etirazımız yoxdur. Süni intellektə fikir bəyan etmədən ondan fikir almaq problemdir. Yəni öz fikrin olmadan, öz ideyan olmadan süni intellektlə hər hansı nəticəyə getmək, bu artıq bir strategiya deyil. Və həmçinin də süni intellekti istifadə etdiyimiz mənbələr və ya süni intellekt vasitəsilə az öncə həmkarım da aşkar etdiyi mənbələrin özü də süni intellekt vasitəsilə artıq yaranmış resurslardır. Və bu daha böyük problem yaradır bizə. Yəni kömək olaraq qeyd edeyim ki, yəni o materialların, mənbələrin toplanması problem deyil. Süni intellekt bizə ən yaxşı formada, hamıdan yaxşı, hamıdan operativ bunu eləyir. Məsələ ondan sonrakıdır. Süni intellektin bizə verdiyi məlumatı olduğu kimi ötürməliyik biz cəmiyyətə, ya biz ona özümüz baxmalıyıq, redaktor kimi, bu sahənin mütəxəssisi kimi görməliyik ki, orada artıq şeylər varmı? Və yaxud da bizim istədiyimiz konkret orada toplu deyil, konkret bir sahədir. Onu ayırıb, onu çeşidləndirib, özümüz ona elib, hər hansı yazını yazanda redaktor eləmirik. Ən sadə formada da bu. Biz onu mütləq redaktor eləməliyik. Ona görə ki, onun müəllifi biz olacaq. Süni intellekt olmayacaq. Çox təəssüf ki, bəzən buna riayət eləmirlər. Bəzən götürürsən, deyildiyi kimi həmkarım deyir. Sual necə elə verirlər? Sual, sənin ta ki, maraqlı sual lazımdır da. Sən axtarış verirsən ki, bir maraqlı sual verilsin. O maraqlı sual sənə sadəcə mövzunu verə bilər. İçində sualı sən özün müəyyənləşdirməlisən ki, bu robotun deyil, insan təxəyyül, insan düşüncəsinin sualıdır. Ki, hətta onu sən müəyyənləşdirirsən, formaya salmalısan. Cəmiyyətin formasına salmalısan. Cəmiyyət, o sual cəmiyyətin istədiyidirmi? Yəni, onlar çox xırda detallar var ki, o nizamlama, onu aşılamaq lazımdır. Mütləq bu olmalıdır. Bəzən bizə elə gəlir ki, süni intellekt bizim hamımız əvəz eləyəcək, hamımızın əvəzinə bütün işləri görəcək. Elə deyil. Süni intellekt çoxumuzun işini əvəz eləyəcək. Doğrudur. Amma ən sonunda onu müəllif, məsələn, mənim adımdan, mənim imzamdan gedirsə, məsələn, ta ki, dövlət qurumu kimi, bizim məlumat kimi gedirsə, təbii ki, biz ona baxmalıyıq ki, biz orada nəyi veririk, nəyi vermirik. Onlar, bəli. Bir fikir dediniz, onlar razı olmayacağım, üzr istəyirəm. Deməli, süni intellekt bizim işimizi əlimizdən alacaqmı? Xeyr, dünya insan mənşəlli bir yerdir. Süni intellekt bizim işimizi almır. Bəli, biz süni intellektlə bir alət kimi, baxın, süni intellekt adı üstündə süni, təbii intellektə malik olan və dünyanın əsas motivasiyası, yəni biz dünyada insan mənşəlli bir dünyada yaşayırıq. Biz
hər zaman süni intellekt və digər alətlərdən istifadə edərək özümüzü da, çünki insan özü bir təfəkkür varlığıdır. İnsan təfəkkür edərək daim daha yaxşı nəticələrə çıxır, daim daha yaxşı texnologiyalar əldə edir, nələrsə yaradır. Amma süni intellekt, misal üçün biz daha okeanları kəşf edə bilmədik. Kosmik fəzanı tam kəşf edə bilmədik, amma bu gün onu kəşf etmək üçün əlimizdə möhtəşəm bir alət var və bu süni intellektdir. Onun üçün süni intellekt öz yerində bizim işimizi əvəz etmir. Bizim etməməyimiz gerəkən işlər əvəz edəcək. Yəni, misal üçün, qanunla tənzimlənmiş işlər niyə insan etməlidir? O istinad olunurdu, onu orada bir təfəkkür etmirik orada. Yəni, biri var kreativ bir iş, yaradıcı bir iş, bəli, o insandadır. Amma ki, hər hansı istinad işlər, yəni vergi məcəlləsi, kargüzarlıq qaydaları bəllidir. Orada insanın işləməsi sadəcə vərəqləri sağa sola çevirib, ritum şeyləri yazmaq, bunu süni intellekt edə bilər. Burada təfəkkür işi yoxdur burada. Kreativ bir yanaşma, yəni yaradıcı bir yanaşma burada yoxdur. Bunu vermək, insan qayıdır, məncə süni intellektlə biz özümüzə qayıdırıq, insani funksiyamıza qayıdırıq. Biz ağır işləri görmək üçün bizim bədən tənzimləməmiz, konfiqurasiyamız uyğun deyil. Daha əlçatan eləyir. Yəni süni intellekt bizim üçün münbit bir alətdir. Mən sualınızın kulminasiya nöqtəsinə gəlmək istəyirəm. Biz necə aşkarlayacağıq ki, məlumat saxtadır, ya saxta deyil. Burada artıq süni intellektin saxta məlumatı aşkarlanması üçün həmkarım toxundu, məsələyə çox doğru toxundu. Süni intellekt bizə məlumat verir. Hansı ki, saxta mənbələrdən də aldığı məlumatı bizə verir. Artıq orada insan əməyi dövrəyə girir. Burada hər ölkənin, misal üçün, biz bir məmur olmadan da bir vətəndaş mövqeyindən ölkəmizin mövqeyini qorumalıyıq biz. Əgər bir hər hansı məlumat qabağımıza çıxır, biz oxuyuruq. Süni intellektin bizə verdiyi, emal etdiyi yazını oxuyuruq, baxırıq ki, yox, bu Azərbaycan mövqeyinə uyğun deyil. Biz mütləq dövlət məmuru olmamalıyıq ki, ölkəmizin mövqeyini qorumaq üçün. Hər bir vətəndaş süni intellektdən aldığı məlumatı mütləq araşdırmalı, çünki bu gün süni intellekt o çərçivələri yoxdur. Süni intellekt hər məlumatı alıb birgə emal edərək bizi çox səhv bir yönə doğru apara bilər və bunun üçün və bunun üçün hələ də insan faktoru var bu məsələlərdə. Hər bir kəs, istər bu tələbə olsun, imtahan işi hazırlayanda, istər bir məmur olsun, dövlət qurumları da süni intellekt istifadə edir. Hər hansı prize listlərində sənəd hazırlayanda mətbuat üzvləri də iştirak edir, şirkətlər də bunu yaradanda, axtarış edəndə, mətn yaradanda, bir sənəd hazırlayanda biz hamımız bunu edirik, niyə də etməyik, etməliyik. Amma mütləq yoxlamalıyıq, daha sonra oxumalıyıq. Bir ekspertdir, sual gəlsin, açsın internetə, süni intellekt ona cavab versin oxumadan. Bu düzgün deyil. Bu düzgün deyil, çox yanlış istiqamət yarada bilər. Çox fikirlər baxıram, bu gün mən izləyirəm təbii ki, IT eksperti bizdə münasibət. Mən baxıram, eyni ekspertin eyni mövzuya 3 yerdə bildirdiyi fikirdə bir-birindən fərqlilik var. Bir-birindən fərqlilik var. Çünki bəllidir ki, süni intellekt alətindən istifadə edibdir və zamanı olmayıbdır onu tam təhlil etməyə, oxumağa. Yəni, bu gün artıq cəmiyyətin özü, Azərbaycanda bu gün belə bir anlayış görürəm mən. Böyük şirkət rəhbərlərində də biz münasibətdə görürük ki, süni intellekt yaxşı istifadə edir, amma sinerjini itiribdir. Sinerji artıq o aldığı məlumatı olduğu kimi atır ortaya və süni intellektin yaratdığı bir tam ağıllı olmayan bir intellektual bir kəsim çıxıbdı ortaya ki, onlara bir şey deyilsən, onun tək istinadı odur ki, mən süni intellektlə bunu danışdım. İnsanlar artıq o qədər güvənirlər süni intellektdən aldıqları cavablara, öyrəndikləri məlumatlara, onun doğruluğunu yoxlamadan artıq Elvin bəyin dediyi həddə çatıb ki, hər hansı bir ekspert, hər hansı bir həkim, müəllim bu sahənin mütəxəssisindən aldıqları cavablara güvənmirlər, inanmırlar. Hansı ki, bu insanlar bu sahə üzrə müəyyən qədər vaxt itirib, müəyyən şeylər bilir. Yəni hakim odur. Bu çox böyük təhlükədir, düşünürəm. Amma bu yerdə Müfiq bəy sizdən bir daha soruşmaq istəyirəm. Media sahəsində necədir bəs? Süni intellektin media üçün ən böyük təhlükəsini nə sayırıq biz? Biz birinci podkastımızda süni intellektin media üçün faydalarından danışdıq. İndi ikinci istiqamətdə isə burada yaratdığı riskləri müzakirə edə bilərik. Risklər nədən ibarətdir? Beynəlxalq sənədlərdə süni intellektin media üçün, kommunikasiya sahəsi üçün yaratdığı problemlər əsasən 3 istiqamət üzrə təsnifatlaşdırılır. Birinci istiqamət məzmun baxımından yaratdığı təhlükələrdir. Burada
dezinformasiyaların yayılması, deepfake-lərin yayılması, daha doğrusu hazırlanması və yayılmasında süni intellektin iştirakıdır. İkinci istiqamət müəyyən o kiber təhlükəsizlik baxımından, texniki təhlükəsizlik baxımından yaradılan problemlərdir. Üçüncü istiqamət isə müəllif hüquqları və maliyyə iqtisadi baxımdan yaratdığı problemlərdir. Bu məzmun tərəfindən daha çox danışılır. Mən o sonuncudan başlamaq istəyirəm biraz izahat vermək üçün. Süni intellektin media üçün yaratdığı risklərdən ən böyüyü maliyyə iqtisadi problemlərdir. Qısaca təsvir edəcəm, yəni ehtiyac olarsa genişləndirə bilərik. Məsələ nədir? Bu gün bizim insanların daha doğrusu süni intellektdən istədikləri informasiya, dəqiqləşdirmək istədikləri məlumat əslində süni intellektin virtual məkanda olan, mövcud olan və həmin mənbələrdən tapıb gətirib təqdim elədiyi materiallardır. Məsələn, hamımızın gözünün qarşısında var. Tutaq ki, misal üçün deyirəm, burada su bardağı vardır. Məsələn, sən maraqlana bilərsən ki, bu su bardağı nədir? Süni intellekt onun haqqında sıfırdan məlumat yaratmır. O virtual məkanda olan məlumatlara baxır və onu tapıb gətirir. Hansı ki, o məlumatlar əksəriyyəti media qurumları tərəfindən hazırlanırlar. Yəni, media redaksiyaları əməkdaş saxlayırlar, jurnal saxlayırlar, ona aylıq maaş ödəyirlər, eyni zamanda onun reportaja getmək üçün ezamiyə xərclərini ödəyirlər, eyni zamanda texniki avadanlıqlar alırlar və s. Yəni, informasiya hazırlamaq, məlumatı sıfırdan hazırlamaq asan məsələ deyil. Çox böyük maliyyə vəsaiti istəyən bir şeydir. Və bu gün biz həmin məlumatlar bizim saytımızda yerləşdirilir, müəyyən platformalarda yayınlanır. İnsanlar isə artıq məlumatı saytların linklərindən, ayrı-ayrı media redaksiyalarının saytlarından deyil, süni intellektə qısaca sual verirlər və süni intellektə mənim hazırladığım məhsulu, belə deyək ki, bir predmet haqqında hazırladığım məhsulu gətirib sizə təqdim edir. Bu müəllif hüququnun pozulması deyil. Bəli, müəllif hüquqlarına çatacağıq. İlk öncə burada, belə deyək ki, bilirik, bu adi qaydadır, cəmiyyətində bəlli olsun. Yəni, bir media redaksiyasının saytına giriş nə qədər çox olursa, onun oxucusu nə qədər çox olursa, onun təbii ki, reklamı, elanı və başqa gəliri də artır. Yəni, orta statistik rəqəmdir ki, dünyada qəbul olunmuş praktikadır ki, media qurumunun reklamı, maliyyə gəlirinin 75% ən azı, belə deyək ki, reklamdan formalaşmalıdır. Amma bu gün, əgər mənim yaratdığım məhsul mənim saytımdan deyil, hansısa ChatGPT-ni və digər, belə deyək ki, o modellərin auditoriyasına onun platforması üzərindən çatdırılırsa, bu gün auditoriya məni yox, artıq o, belə deyək ki, süni intellekt modellərini və platformalarını istəyir. Deməli, auditoriya hara yönəlir? Həmin o süni intellekt platformalarına yönəlir. Amma o məhsulu, süni intellektin təqdim etdiyi məhsulu yaradan kimdir? Mənim. Mən qaldım burada baxışsız, auditoriyasız, auditoriya yönəldi ora və avtomatik olaraq mənim maliyyə gəlirlərimə təsir göstərdi, reklam aşağı düşdü, elanlarım azaldı və s. Yəni, çoxdur, mən qısaca bir obraz yaratdım ki, yəni bu baxımdan maliyyə iqtisadi baxımdan çox ciddi problemdir. İkinci məsələ, belə deyək ki, siz dediyiniz kimi, daha doğrusu biz sonucdan gəlirik. Digər bir məsələ müəllif hüquqları sahəsində yaratdıqdır. Hamımız müşahidə edirik ki, əksər daha çox geniş yayılmış o süni intellekt platformaları xəbəri istəyərkən, sən məlumatı istəyərkən adətən məlumatın özünü çatdırır. Amma bunu kim yaradıb, belə deyək ki, müəllif, əgər sən ondan istəməsən ki, mənə link göstər, mənbə göstər, həmin mənbəni göstərmir orada və beləliklə o məhsulu yaradan şəxsin müəllif hüquqlarının burada pozulmasına şərait yaradır. Bu məsələnin də bir tərəfidir. İndi keçək ki, üçüncü, daha dəqiq desək, birinci istiqamətdən bu məzmunla əlavə etmək istəyirəm. Müəllif hüquqları ilə bağlı, əqli mülkiyyət məsələsi ilə bağlı. Əqli mülkiyyət bu günləri sizin tək tərəfli dediyiniz məsələ. Bir də media müstəvisində danışıram. Tam tərəfə ki, süni intellektin yaratdığı, heç bir istinad eləmədən, yəni topladığı və yenidən emal etdiyi bir məsələdə bizim kimi biz təbii intellekt olaraq toplayıb yenidən emal edirik. O da topladı, yenidən onun müəllif hüquqları ona aiddirmi? Yəni o modelə aiddirmi? Bu məsələ var ki, əqli mülkiyyət anlayışı insan üçün yaradılıbdır. Süni intellekt əqli mülkiyyəti poza bilir, amma əqli mülkiyyət ala bilmir. Çünki qaydalar istinadən tam olaraq əqli mülkiyyət insanın yaratdığı ideyalara məxsus olan bir anlayışdır. Elm bəy, çox gözəl bir məsələ gəldi, çıxdınız. Əslində bu məsələ jurnalistikada həmişə, belə deyək ki, dilematik xarakter daşımış bir mövzudur.
bundan əvvəl o məsələ biraz başqa formada gedirdi. Məsələn, bir nümunə gətirim. Uzun illər indi Yalca məndə köhnə dövrün jurnalistlərindəndir və bilir məsələni. Məsələn, belə bir məsələ vardı jurnalistikada. Əslində jurnalistikada hər məhsul özü bilirsiniz ki, müəllif hüquqları kontekstinə girmir. Məsələn, informasiya girmir. Sən onu həm xüsusi bir rubrikada yerləşdirmirsənsə, xüsusi reportaj deyilsə, belə deyək ki, geniş ictimaiyyət üçün nəzərdə tutulmuşsa, araşdırma deyilsə, o müəllif hüquqlarına girmir. Amma məsələnin bu gün dediyiniz kontekstə gələn başqa bir tərəfi vardı. Tutaq ki, xanım bir media qurumunun əməkdaşıdır və gəlir məndən müsahibə götürür, o müsahibəni dərc edir. Sabah bu müsahibədə müəlliflik hüququ, yəni onu yaradan olaraq xanıma aiddirmi, yoxsa mənə aiddirmi? Bax, bu cür belə açıq, bəli, burada açıq qalan və uzun müddət müzakirə olunan suallar vardı. Bu gün sizin dediyiniz süni intellektlə konkret o informasiyanı ilkin mərhələdə yaratmışlar arasında bu məsələlər bir açıq suallar olaraq qalır. O baxımdan da əslində mən də söhbətin sonunda gələcək, sadəcə çox gözəl məqamda vurğuladınız. Mən önə çəkməli olduğum o fikri ki, yəni biz beynəlxalq konvensiyalar deyirik, müəyyən beynəlxalq çərçivə sənədləri ki, deyirik süni intellektə aiddir. Orada əslində dövlətlərin üzərinə qoyulan məsuliyyətlərdən biri də bu sahədə müəyyən bir prinsiplərin formalaşdırılmasıdır. Yəni ya beynəlxalq təşkilatlar səviyyəsində, ya dövlətlər sahəsində mütləq şəkildə bu məsələlərə bir aydınlıq gəlməlidir ki, mən keçid verirəm ora. Tutaq ki, Avstraliya bu sahədə müəyyən bir yenilik edibdir. Avstraliya bilirsiniz ki, böyük o sosial şəbəkə platformaları ilə məsələn çox böyük bir qarşı durmaya getdi, uzun müddət mübahisələr oldu. Mübahisələr nəyin üzərindədir? Ölkə özü qanun qəbul elədi ki, hər hansı bir sosial şəbəkə platforması onun üzərindən yayılan media məhsuluna görə mütləq o məhsulu yaradan media redaksiyasına müəyyən bir ödənişlər etməlidir. Bəli, bax belə bir qanun yaradıcıldı. İndi bu çox geniş yayılmış bir məsələ deyil. Məsələn, bizim ölkəmizdə yoxdur. Ya çox ölkələrdə, mən bizim ölkəni niyə görə deyirəm, konkret burada insanlar bilir. Çox ölkələrdə bu yoxdur. Bəs olmalıdırmı? Əlbəttə olmalıdır. Buna doğru getməlidir. İndi mən o sosial şəbəkələrlə məsələni belə deyək ki, bir nümunə olaraq dedim. Eyni zamanda süni intellektin də bax o müəllif məsələlərinə müdaxiləsi məsələsində, istifadə məsələsində də müəyyən bir aydınlaşdırıcı sənədlər olmalıdır. Bu gün ona görə adamlar bu məsələyə açıq sual kimi baxırlar. Bundan bağlı nə beynəlxalq bir sənəd, nə konkret bir çərçivə, yaxud da ki, konkret hər kəsə nümunə olacaq bir nümunə yoxdur. Çünki yenidir. O baxımdan, bəli, yeni olduğuna görə, bəli, proses olduğu üçün bu məsələdə bir aydınlıq. Amma nə qədər ki, aydınlıq gəlməyib, nə qədər ki, bu məsələdə bir oturuşmuş bir prinsip yoxdur, əlbəttə ki, jurnalist əməyi və media redaksiyalarının əməyi burada istismar olunur. Bu bir faktdır və bu istismar da onlara çox ciddi şəkildə belə deyək ki, bir maliyyə zərbələri gətirə bilir, maliyyə çatışmazlığı gətirə bilir. Bu da həmin süni intellektin media üçün risklərindən biridir. Məsələnin ən çox tərəfi dezinformasiya, deepfake-lər məsələsidir. Bu niyə çox müzakirə olunur? Əslində media redaksiyalar üçün bizim birinci olan problem bizim üçüncü sadaladığımız problemdir. Çünki bu bunun birbaşa büdcəsinə təsir göstərir. Amma cəmiyyətdə daha çox populyar olan məsələ dezinformasiya məsələsidir. Niyə görə? Çünki o istiqamət üzrə, müəllif hüquqları üzrə, yaxud da ki, maliyyə istiqamətində vurulan zərər redaksiya dəyir. Amma məzmun üzrə vurulan zərər, dezinformasiya üzrə bu cəmiyyətə vurulan zərbədir. Yəni o auditoriya özünün bu problemini qabardır. Əgər bu gün bir yayılan dezinformasiya medianın özünə etimadsızlıq yaradırsa, amma çox böyük auditoriya kütləsinin, onun nə qədər auditoriyası varsa, ona ziyan vurur. Ona görə də bu məsələ daha çox müzakirə olunan problemlər içərisindədir və çox təəssüf ki, süni intellekt bax bu dezinformasiya istiqamətində də sürətli yayılmanı stimullaşdırır. Məsələn, biz misal gətirmişdik bu artıq məsələni ki, bu gün qəbul olunmuş statistika odur ki, bu gün sosial şəbəkələrdə və digər yeni media platformalarında yayılan xəbərlərin ayrı-ayrı ölkələr üzrə təqribən 45%-dən 80%-ə qədəri fake xəbərlərdir. Yaxud da ki, dezinformasiya bilirsiniz ki, son illərdə 16-cı ildə fenomeni elan olunubdur. 2025-26-cı ildə isə dünya üçün risk yaradan
problem yaradan ikinci risk kimi elan olunubdur bu demək Davos forumu tərəfindən. 10 il müddətində dezinformasiya niyə bu qədər sürətlə inkişaf edibdir? Yəni dezinformasiya tarix boyu olub. Nə qədər ki müharibələr olub, nə qədər ki rəqiblər olub, nə qədər ki dövlətlərin qarşı durması olub, siyasi toqquşmalar olub, o qədər də dezinformasiya olub. Tarix boyu var. Amma bu gün isə həmin dezinformasiya son 10 il müddətində fenomenə, oradan isə dünya üçün nömrəsinə görə ikinci dərəcəli riskə çevrilir. Niyə? Burada səbəblər odur ki, bax bu yeni texnologiyaların artması həmin o dezinformasiya istehsalını və yayımını 10 dəfələrlə sürətləndiribdir. Nə baş verir? Bu gün bayaq yoldaşlar, həmkarlarımız orada adını çəkdilər. Məsələn, belə deyək ki, sən süni intellektdən bir məlumat istəyirsən və o məlumatı əgər mənbələrdə mövcudsa, süni intellekt o mənbələri birləşdirib sənə gətirib verir. Əgər mənbələrdə yoxsa, o insanın sanki könlünü xoş eləmək üçün bir uydurma bir məlumat sənə verə bilər. Buna bayaq səhv eləmirəmsə Elvin bəy toxundu, hallüsinasiya problemi deyirlər. Və o nəinki sənə yalan xəbər çatdırır, hətta o yalan xəbəri sənə inandırıcı etmək üçün ona yalançı bir mənbə formalaşdıra bilir. Yəni süni intellekt bu gün belə deyək ki, sayt yarada bilir, o sayt üçün belə deyək ki, auditoriya toplaya bilir, yaydığı kontenti bot şəbəkələr vasitəsilə like elətdirə bilir. Yəni belə bir onun yaydığı məhsulu belə deyək ki, gündəmin trendinə çevirə bilir və s. Və bu gün media qurumu, jurnalist də əgər peşəkar deyilsə, bu yeni texnologiyaları bilmirsə, həmin o trendə çevrilmiş məhsulu çox asanlıqla götürüb belə deyək ki, ictimailəşdirib o dezinformasiyanın yayımına yardım göstərə bilir. Bu baxımdan yeni media alətləri, o cümlədən sosial şəbəkələr və süni intellekt texnologiyaları dezinformasiyanın yayımını o qədər stimullaşdırıb ki, yaxın 10 il müddətində, son 10 il müddətində dezinformasiya ilə gəlib bax bu səviyyə çatıbdır. Risklər çoxdur, yaratdığı risklər, əgər bu risklər düzgün idarə olunmazsa, preventiv addımlar atılmazsa, bunların inkişaf etmək, belə deyək ki, çoxalmaq məsələləri vardır və belə deyək ki, çox təəssüf ki, nəinki cəmiyyəti, auditoriyanı, həm də bəzən peşəkar media qurumlarını da çaşdıra bilir, aldada bilir. O baxımdan mütləqdir ki, bununla bağlı artıq müəyyən bir prinsiplər, qayda-qanun yaradılsın. Bu, UNESCO-nun hazırladığı süni intellektdən istifadə etikası adlı sənəddə artıq bunun müəyyən prinsipləri formalaşıbdır və 193 ölkə artıq onu qəbul edibdir. Bizim ölkəmiz də var. Eyni zamanda Avropa Şurasının yaratdığı çərçivə konvensiyası var, Avropa İttifaqının yaratdığı sənədlər var ki, bu prinsiplər var. İndi qalır o prinsiplərin belə deyək ki, milli modelə uyğunlaşdırıb, onların ratifikasiya olunması, qəbul olunması məsələləri var ki, bax bununla bağlı da artıq həm dövlət qurumları, həm o media şirkətləri, həm də ki, media redaksiyaları müəyyən bir addımlar atmalıdırlar. Yeri gəlmişkən biz burada media redaksiyalarının və dövlətlərin vəzifələrindən bu sayda riskləri minimuma endirilməsi üçün vəzifələrini danışdıq. Amma burada o beynəlxalq sənədlərdə həm də bu süni intellekt modellərini yaradan, istehsalçı olan şirkətlərin özlərinə müəyyən öhdəliklər qoyulur. Onlar konkret öhdəliklərdir. İndi vaxtımız imkan verərsə, biraz da onların haqqında danışarıq. Buyurun. Mən sizin fikrinizə bir münasibət bildirmək istəyirəm. Siz qeyd etdiyiniz fəsadları çox ayrıntılı bir şəkildə. Məncə statuslardan biri bu olmalıdır ki, necə ki Wikipedia özünü adlandırır ki, mən etibarlı mənbə deyiləm. Çünki bütün istifadəçilər açıqdır və istifadəçilər davamlı dəyişiklik edə bilir məzmununda. Bəli, o qeyd edir ki, mən etibarlı mənbə deyiləm. Mən təqdim edən tərəfəm. Süni intellekt həmçinin özünü adlandırmalıdır və ya ölkələr onun statusu etibarlı mənbə deyil. Süni intellekt təqdim edən də alətdir. Və bu statusu artıq biz başa düşsək və ya istifadəçi başa düşsə, oradakı emal olunan hər hansı bir məhsulu, fikri o etibarlı mənbə kimi qəbul etməyəcək və onu araşdırmaq üçün əlavə bir vaxt sərf edəcək. Çox gözəl məqama belə deyək ki, toxundunuz. Bax, orada problem nədən ibarətdir? Əslində, UNESCO-nun hazırladığı o kodeksə baxsaq, eyni zamanda başqa beynəlxalq sənədlərə baxsaq, sizin dediyiniz o məsələlər çox təəssüf ki, hələlik kodeks səviyyəsində, belə deyək, tövsiyə xarakterlidir. Və baxsaq biz o sənədlərə göstərilir ki, bəli, həm
belə deyək ki, media redaksiyaları həm ümumilikdə informasiya istehsal edən şəxslər, bu yer gəlmişən sosial şəbəkə istifadəçilərinə də aiddir, təkcə peşəkar media qurumlarına deyil, həm də ki, o istehsalçı şirkətlər elə bir mexanizm yaratmalıdırlar ki, orada məsələn, redaksiya yaxud da ki, fərdi istifadəçi öz məhsulunu yaradarkən, tutaq ki, süni intellektdən istifadə edibsə, orada işarə qoymalıdır, mütləq məlumatlandırmalıdır o məhsulun alıcısını ki, burada süni intellektdən istifadə olunub. Amma şirkətlərin də üzərinə öhdəlik qoyulur ki, onlar bu sahədə işarələnmə etmək və o işarələrin maşınlar vasitəsilə, texnika vasitəsilə həm işarələnməni, həm də ki, oxunmanı asanlaşdıran müəyyən bir mexanizmlər tətbiq etməlidir. Bu artıq tətbiq olunur da bilirsiniz Bəli, də. olunur, amma problem nədədir? Vurğulamaq istədiyim, bu hələlik tövsiyə formasındadır. Amma hansı ki, bunlar belə deyək ki, artıq qanunvericiliyin tələbinə çevrilməlidir və icrası məcburiyyəti olmalıdır. Böyük dil modelləri buna istifadə edir. Mən elə bir nümunə də mən vermək istəyirəm sizin kimi. Sosial media var, rəqəmsal media var. Rəqəmsal media istinad olunan etibarlı mənbə sayılır. Sosial media təsdiq olunmayan, etibarlı mənbə olmayan bir resurs kimi sayılır. Mənim belə bu Zəhra xanım, bu məsələlərlə bağlı öz fikrim var. Yəni öz yanaşmama təbii ki. Hər iki də həmkarı mütəxəssis öz sahəsində. Amma bu mətbuatın keçdiyi yol var. Zaman-zaman o mətbuat formatını dəyişib. Qəzetdən keçib radio olub, televiziya olub, sosial şəbəkələrdir, virtual aləmdir, yəni internetin imkanlarıdır. Məkanlar dəyişəndə, platformalar dəyişəndə, amma prinsiplər dəyişməyib. Və biz ona görə mətbuat olaraq, biz burada daha sonra onun da marağında ondayıq ki, biz prinsiplərin saxlanmasına imkan yaradaq. Buna dövlətimiz bu ilə bağlı, mən bir qeyd elədi. Bu böyük platformaların, bu sosial şəbəkə platformaların ölkəmizdə, regionda fəaliyyətini həyata keçirən qurumlarla dövlətimizin bu sahədə qəbul etdiyi qanunların icrasını təmin etmək üçün müəyyən danışıqlar aparılır. Burada həm müəllif hüquqları məsələsi var, həm orada eyni zamanda təhdidlərlə bağlı, dezinformasiyalarla bağlı, uşaqlarla bağlı, digər məsələlərlə bağlı qanunvericiliyin nisbətən tətbiq olunması ilə bağlı tövsiyələr var. Onlar onu yəqin ki, anlamlı qəbul ediblər. Mən bildiyim qədər bu sahədə işlər görülür. Yəni burada söhbət bir virtual aləmdə bir sahman yaradılmasından gedir. O sahman etik qaydaların qorunmasıdır. O sahman məlumatın dəqiq olmasıdır kifayət qədər. Təbii ki, bu sona qədər olmayacaq. Biz hər zaman informasiya yayıcılığında 100 il bundan qabaqdır. Ondan daha öndə də dezinformasiyalar əl atılıbdır, müəyyən məsələlər şişirdilibdir. Amma əsas hədəf ondan ibarət olub ki, elə platformalar var, media orqanları ona adlarını verirlər və deyirlər biz media orqanıyıq və biz başqalarına fərqimiz ondan ibarətdir ki, bizim məlumatımız hardan alsaq belə, hansı mənbədən, indi tutaq ki, o mənbələr süni intellekt mənbələridir. Olsa belə bu bizim nəzarətimizdən keçib və biz bunu dəqiqləşdirmişik və siz bizə inana bilərsiniz. Güvən məsələsidir. Mətbuat burada o güvəni həm sona qədər saxlamalıdır. Əsas məsələ budur. O da etik qaydalar da çox sadə prinsiplərdir ki, orada öz 5-6 prinsipə ibarətdir. Obyektiv olmalıdır, istinad olmalıdır. Bu məsələlər daim qalır, o dəyişmir. 100 illər boyu o qalıb və qalacaq. Bizim məqsədimiz media olaraq da var. İndi biz ona çalışmalıyıq ki, bu prinsiplər dəyişməsin. Bu prinsiplər imkan daxilində bu yeni platformalarda tətbiqi mümkün olsun. Dövlət də bunda maraqlıdır, mən deyim sizə. Və biz də daha çox bunu təşviq eləməliyik ki, elməli. Bu, təbii ki, əlavə imkanlar dediyiniz kimi, heç kim internetdən qaçmadı. İnternet çox böyük gücdür. Sosial şəbəkə çox böyük gücdür. Süni internet ondan daha böyük, qat-qat daha böyük gücdür. Amma gücün, silahın atom kimi həm işıq yaratmaq funksiyası var, dövlət insanlara xidmət edir, həm də atom bombası kimi funksiyası da var da, dünya dağıda bilər. Yəni biz o məsələlərdə biz jurnalistlərin, mən belə başa düşürəm, jurnalist bu layihənin də həm də önəmli ondan ibarətdir ki, bax belə məsələ çox xırda məsələ çox belə rahat baxmaq imkanı verir. Bu məsələ müzakirə imkanı verir ki, biz belə təxminən nəyin içindəyik? Və bizi hansı risklər gözləyir və biz özümüzü burada necə qoruya bilərik? Dövlət olaraq ayrı,
qurumlar olaraq ayrı və fərd olaraq da ayrı. Biz hamımız eyni zamanda informasiya yararlanan insanlarıq. Hər birimiz özümüzün güvəndiyi bir sahə var. Düzdürmü? Ora giririk, informasiya dəqiqləşdiririk. Bu çox önəmli, ana xətt kimi bu daim getməlidir. Ona görə Müşmənim dediyi kimi beynəlxalq təşkilatların bütün bu qəbul etdiyi tövsiyələr də olan çoxu hələ xüsusi bir administrativ qanun kimi qəbul oluna bilməz. Hələ o elə bir məsələ də deyil. Bu tövsiyələrdə məhz bu xətt tutulur və biz də buna riayət etməliyik. Mən indi son olaraq həm də təklif kimi bunu demək istəyirdim. Sonda sizdən xahiş eləyəcəkdim, öz tövsiyələrinizi də əlavə eləyərdiniz çıxışınıza, daha sonra digər qonaqlarımız da öz tövsiyələrini əlavə eləyərlər. Mən elə tövsiyəm elə bu gen dedim. Ən çox tövsiyələrimi gen dedim. Sən ki, artıq səsləndirdiniz. Mən səsləndirdim tövsiyəmi. Ən çox bizim özümüzlə bağlı tövsiyələrdir. Dövlət bu sahədə öz işini görür, bilirsiniz. Yəni ara-sıra məlumatlar da verilir. Ümumiyyətlə dövlətin kiber təhlükəsizliklə bağlı çox ciddi qurumları var. Dövlətin özünə bağlı. Bu informasiya təhlükəsizliyi çox ciddi, çox geniş bir anlamda bilirik. Bu indi kiçik bir hissəsindən danışırıq. Dövlətin gördüyü işlər ayrı, bizim də özümüz işimiz ayrı. Bu sahədə mən medianın üzərinə, jurnalistlərin üzərinə düşən məsələlərlə bağlı tövsiyəmi səsləndirdim. Deyirəm ki, bu məsələdə biraz diqqətli olaq. Siz Elvin bəy? Mən hesab edirəm ki, cəmiyyətdə rəqəmsal kulturanın yaranması ən böyük məsələlərdən, vacib məsələlərdən biridir və rəqəmsal kulturada bütün tərəflər iştirak etməlidir. Burada ən böyük maraqlı tərəf dövlətdir. Dövlət bu işə qeyri-hökumət təşkilatları tərəfindən stimul yaratmalı və vətəndaşlarla işləməlidir. Dövlət qurumları öz-özlüyündə vətəndaşların rəqəmsal kulturanın rəqəmsal kulturaya yiyələnməsi, bu kulturanın genişlənməsi istiqamətində həm məktəb səviyyəsində, universitet səviyyəsində, yaşlılar müstəvisində, misal üçün iş yerlərində ayrı-ayrı peşələr müstəvisində, maliyyəçi, HR və ya digər iş peşələr üzərində ayrı-ayrı işlənməli. Bunun üçün Azərbaycanda kifayət qədər münbit şərait var. Qeyri-hökumət təşkilatları bundan məşğul ola bilərlər. Yeni texnologiyalar çox sürətlə gəlir, amma bir kulturanın yaranması vaxt istəyir və bu balans qorunmalıdır. Biz yeni texnologiyaları Azərbaycana gətiririk, onu tətbiq edirik, amma vətəndaşların onu düzgün istifadəsi üçün əlavə bir iş yükü lazımdır və əminəm ki, dövlət qurumları bu istiqamətdə də daha geniş müstəvidə işlər aparacaqlar və bunun fərqində olmalıyıq ki, əsas rəqəmsal kulturadır. Süni intellekt texnologiyalarının effektiv istifadəsi tətbiqi üzrə məsələlərdə dövlətin üzərinə düşən vəzifələr var. Eyni zamanda vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən vəzifələri var. Dövlət əslində öz işini görür və çox da yaxşı mərhələli şəkildə həyata keçirilir. Məsələn, Azərbaycanda cənab prezidentin sərəncamı ilə qüvvəyə minmiş 2025-28-ci illər üzrə süni intellektdən istifadə strategiyası mövcuddur və dövlət də bu strategiyaya uyğun olaraq dövlət qurumları da öz işlərini qururlar. Əlavə olaraq ölkədə rəqəmsal inkişaf şurası yaradılıbdır və bunun da gördüyü işlər bu sahədə yeni texnologiyanın tətbiqi istiqamətində çox belə deyək ki, zəruri effektlər verilir. Amma bununla paralel olaraq vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən öhdəliklər var. Məsələn, biz bayaq danışdıq ki, həm media redaksiyaları üçün, həm müəyyən o süni intellekti tətbiq edən digər qurumlar üçün yaranan çətinliklərdən biri bu sahədə prinsiplərin hamısını əks etdirən ümumi kodekslərin, sənədlərin ümumilli səviyyədə hələlik mövcud olmamasıdır. Məsələn, tutaq ki, media sahəsində bizdə belə bir ümumilli sənəd yoxdur. Məsələn, biz düzdür, süni intellekti və mediada süni intellektdən etik istifadə üzrə Paris Xartiyası mövcuddur. 2023-cü ildə qəbul olunub və biz Mətbuat Şurası olaraq onu tərcümə edib Mətbuat Şurasının saytında qoymuşuq. Amma bunun bir bizim respublika üçün, bizim xalqımız üçün, bizim milli media subyektləri üçün bir modelinin hazırlaması, milli modelinin hazırlaması hələlik həyata keçirilməkdir. Deməli, biz bunları etməliyik. Ayrı-ayrı redaksiyalarda bunun redaksiyalar üzrə yerli, belə deyək ki, modelləri olmalıdır. Var Azərbaycanda nümunələr, amma geniş yayğın deyil. Yəni, bir neçə redaksiyanın adını saya bilərik ki, bunu tətbiq edir. Yəni, vətəndaş cəmiyyəti institutları da bu sahədə aktiv olmalıdır və hesab edirəm ki, məsələn,
iqtisadiyyat üzrə ixtisaslaşmış, tutaq ki, bizim qeyri-hökumət təşkilatları var, media üzrə var və başqa hər sahə üzrə ixtisaslaşmış media qurumları hesab edirəm ki, öz istiqamətləri üzrə bax bu süni intellektdən istifadənin effektləşdirilməsi üzrə müəyyən bir o kodekslər hazırlayıb cəmiyyətimizə tətbiq etməlidirlər ki, başqaları da o kodekslərə baxıb oradan işlərini düzgün qura bilsinlər. Buyurun. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Sonda qeyd etmək istəyirəm ki, siz mediada innovativ təşəbbüslərə dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi süni intellektin media sektoruna təsirləri, fürsətlər və risklər layihəsi çərçivəsində hazırlanan video müsahibəyə baxdınız. Sağ olun, sağlıqla qalın.